Salam dostlar, bir çoxları deyir yenə də mənə proqnoz ver. Mən hər dəfə eyni proqnoz verəcəm. Allah sizi qabaqdan gələn bütün dünya olaraq, bütün dünyaya aid bir çox ölkələrdə baş verəcək böyük yeraltı təkanlardan, savaşlardan qorusun və böyük sellərdən qorusun. Amerikanın özündən başlayacağını demişdi və Amerika bu yaxınlarda bir çox adamlar bunu görəcək ki, daxili gərginliklər və böyük savaşlara gedəcəyini hər kəs bunu görəcək. Əsas biz Azərbaycan olaraq yaxşı günlər, yaxşı şeyləri düşünməliyik, inşallah olacaq. Amma bir şey var ki, böyük zəlzələlərdən bizi qorusun, bir də sellərdən. Qalan hər şey bizim üçün yaxşı olacaq. Zəngəzur yolu da inşallah açılacaq. Baxmayaraq ki, gərginliklər var. Müvəqqəti də açılsa da, neynəsə də indi açılacaq inşallah. Sərhədlər barədə bir proqnoz verəcəm sizlərə. İnşallah 2026-cı ildə bizi sərhədlər barədə də sevindirəcək hallar gözlənilir. Sərhədlər tam olaraqmı, yarı olaraqmı, hansı şərtlərdə demək çətindir. Amma sərhədlərin açılması müsbət bir proqnoz da bunu sizə deyim ki, bu da olacaq. Əsas Azərbaycanın qorxmalı olan bir şey var. Zəlzələdir, bir də böyük sellər. Bu şeylərdən qorumaq üçün hər kəs düşünməlidir. Mən sizə seriozla deyirəm. Dünya savaşı təbii ki, çox yaxın zaman gedir əslində dünya savaşı, amma yenə də bir başqa bölgələrində qarışması, gərginlikləri olar. Amma bundan Azərbaycan qorxmalı deyil, hələ ki bu yaxın illərdə. Çünki Amerika yanında ölkələr, Afqanistan, hər yer qarışandan sonra ola bilər bizdə də təhlükə olsun dünya savaşında. Amma hələ ki bu yaxın illərdə, müddətdə Azərbaycan bundan qorxmalı deyil. Zəlzələlərdən qorxmalıdır, açıq şəkildə, konkret, bir sellərdən. Qalan Zəngəzur yolunun açılması və sərhədlərin açılması gözlənilir bizdə bu yaxın müddətdə. Yəni 2026-nı biz sərhədləri açıldığını görəcəyik inşallah. Bunun mən Nadim Əlixanov deyirəm. Mənim proqnozları bəziləri indi oğurlayaraq öz kanallarda deyə bilər sərhədlər barədə. Çünki bax bu günə kimi, bu tarixə kimi bunu heç kim deməyib. Nadim deyib, sağ olun. Zəlzələlərdən qorumaq üçün düşün. Vallahi düz deyirəm, billahi düz deyirəm. Böyük hündür minarlardan, mərtəbələrdən mümkün qədərinə həyət evlərə köçmək lazımdır. 1 il, 2 il, 3 il, 1 ay, 2 ay, 3 ay, amma çox uzaqda deyil. Böyük zəlzələlər dünyanı bölüyəcək və ha belə də o dünyada olan böyük zəlzələlərdən bizdə də gözlənilir Azərbaycanda. Allah qorusun, nə deyim, qorxutmuram, hisslərimi izah edirəm, deyirəm ki, bəlkə də sizə